Mənim yoldaşım heç bir zaman evdə yemək yemir, ancaq çöldə dostlarla yeyib içib gəlir, heç evdə bir loğma da alsa ağzına almır, nə məndən maraqlanır, nə uşaqları ilə, nə maddi, nə mənəvi. Bunu dünən bir xanım rəy bölməsinə yazmışdı. Həqiqətən də mənə bir şey çatmır ki, bunu necə yaza bilirsiniz? Onu yazmaq yox, ümumiyyətlə o insanı həyatınızdan çıxartmağı məsləhət görərəm sizə. Heç vaxt, heç bir zaman heç bir kişinin qabağında özünüzü alçaltmayın. Nə də ona baxmaq, onun paltarlarını yumaq, onun paltarlarını ütüləmək sizin vəzifəniz deyil. Əgər o sizə baxmadığı təqdirdə baxırsa, bəli, mən də onun hər bir şeyini sevərək eləyərəm. Yoxsa o insan mənə hörmət qoymur, gələndə ancaq telefonla məşğul olursa, da mən o kişini nə üçün saxlayım, nə üçün ona baxım, nə üçün onun paltarlarını ütülüyüm? Yəni mən bu düşüncədə düşünürəm. Bəlkə də deyəcəksiniz ki, boşanmağı təbliğ edirsən. Xeyr, mən bu uşağı dədəm evindən gətirməmişəm və yaxud da ki, uşağın dünyaya gəlməsinə tək məsuliyyətli mən deyiləm. Yəni bu uşağın dünyaya gəlməsinə sən məsuliyyətlisənsə, sən də həm maddi, həm mənəvi şəkildə uşağınla maraqlanmalısan. Yəni mən belə düşünürəm və bizim evdə həqiqətən də bu şəkildədir. Mənim yoldaşım hansısa gün evdə qalanda hər şeydə bizə kömək eləyir. Hər şeydə görür bu işi mən çatdıra bilmirəmsə, o qızıma baxır, mən də işimi görürəm. Və yaxud da nə bilim, yəni hər mənada kömək eləyir. Yəni kişilik, ay mən kişiyəm, əlimi filan şeyə vurmuyum, filan şey eləməyim deyə ölçülmür. Kişilik hər mənada, hər şeydə ölçülür. Yəni ailə ən başda kişilik ailənə sevgi vermək, hörmət qoymaqdır. Siz nə düşünürsünüz? Rəy bölməsinə yazıb takip etməyi unutmayın.